Salam dostlar, mən Qəmbər olaraq bu gün kanalımızın ilk videosunu çəkirəm. Minecraft Hardcore Survival dünyası açdım və burada axıra kimi getməyə çalışacağıq və görək başımıza nələr gələcək, serimiz necə olacaq. Kendimə çox da fikir verməyin ki, səhv videoya. Bir də ilk ağacımızı qıraq. 3 dənə qırdım. İndi bunları dönüşdürək. İndi isə daş qırmağa keçək. Ümid edirəm ki, ölmərik. Görək serimiz necə olacaq. Məncə axır kimi gedib çatdıra biləcəyik bu serini, amma məncə tam əmin olaraq danışmayım. Yuxarı çıxaq və daş əşyalarımızı düzəldərək ikinci addımımızı ataq. İlk öncə daş qazma, çubuq çatmadı, çubuq düzəldim. İkinci olaraq isə daş balta və indi ağac qıraq, batıq gəmi. Çox gözəl seedimiz var. Ağac qıraq biraz birdən lazım olar burada. Bir dənə də elə qapı məncə orada içərdən. Yox, orada olmur, amma yenə də ehtiyac olmayacaq qapıya. Batıq gəminin məndən çox uzaq olması yaxşı olmadı. Çünki oraya gedənə kimi aza bilərəm. Həm də çox aza bilərəm. Çox uzaqdır bizdən. 3 saat oraya gedənə kimi. Buradakı odunları da qıracam. Satdıq, az qaldı. Daş baltanı da əlimizə alaq və görək nə var, nə yox burada. Aha, çatdıq. Aha, sandıq. Tapdım. Akabılmalı bir şey mənim işimə yarayacağını düşünmürəm. Son anda və bunu bacardım. Səfədat xəzinənin xəritəsi. Bu qapını götürək. Bizə lazım olacaq. Bayaqki olan anlardakı kimi işlədim. Ayda bu odun çox pisdir. Bu nig oldu. Çaşdım. Bu qara odun olduğuna görə bunu bilmirəm. Mən adadayım, yoxsa mənə elə gəlir? Yox, mənə elə gəlir. Mor oldaq. Al qaldı, çatırıq və çatdıq. Bəli, çatdıq və buradan çıxaq yuxarı. Biraz da odun qırım, çünki axşam olanda mənə lazım olacaq yer düzəltməyə. Bəli, odun yığmağı da bitirdik. Ümid edirəm ki, o qədər bəs edər bizə. Aha, qoyun səs gəlir. Üzürlü say qoyun. İndi ev üçün qəşəng bir yer axtarmalıyam. Burada yaxşıdır, düzdür, amma toyuq. Sən də üzürlü say. Ev üçün yaxşı bir yer axtarmalıyam. Burada yaxşıdır, amma daha yaxşı bir yer tapa biləcəyini ümid edirəm. Aha, köy. Mən seedimləri keçdim. Bu seed birdən sizə lazım olar. Götürün. Birinci evdən başlayıb. Kravat tapdım. Qəşəng. Mən fikirləşirdim düzəltməyə, amma köy falan da tapdım. Bundan sonra yəqin ki, çox bir şeyə ehtiyacım olmayacaq. Bu köyü tanımadıqdan sonra inanmıram, çox şey ehtiyacım olsun. Qoyun və donuzlar. Bunları öldürək. Ətlərə bizə lazım olacaq. Bunun yerdə bunları öldürməliyik. Aha, burada da çörələr tapdım. Burada inəklər var və saman balyaları var. Qaç içəri, qaç. Buradakı kravatı görmüşəm. Tez. Gecə olmur. Aha, aldı. Və səhər. Aydındır. Buradakı kartof və markofları əkə bilərəm. Bunlar. Atları öldürməsəm nə olur? Çünki onlardan ət çıxmır. Çörək yiyim biraz. Başlamaz demək istəmirəm bura. İndi başqa evə baxaq. Bura girmişik. Bu saman balyalarını almamışam. Əlimlə baltanı. Zaten asandır, amma yenə də o demək deyil ki, baltanı boşuna işlətməliyik. Burada buğdaylar var. Bunlar toxunaq. Yenə bunların toxumları bizim öz evimizdə lazım ola bilər. Buradakı iksir nə idi bu? İksir təzgahı götürdüm. Burada heç nə yoxdur. Bundan başqa bəzi sandıq olubdu. Mən elə bilirəm, yadımda qalsa ki, çoxdur Minecraft oynamır. Bu dəmirçi masası bizə lazım olacaq. Özümə bir ev qurum buralarda. Amma bu qış iqlimində yaşamaq da elə də asan deyil. Ona görə də
başka yerde kuracağım. Çünkü şeklimde ne odun ne de başka bir şey var. İnekler. Ha, neyse. Onları hala öldürmüyorum. Ben evimin düzeltmeye bence getməliyim. Aha. İndi mən evimi harda düzəldəcəm? Əsas məsələ odur. Hə, burada ev düzəltməyə yer var imiş kimi gördüm mən. Uzaqdan elə görsənirdi. Orada düzəldiblər. Çox asan səbəblərdən öyrədərik belə fall damage falan kimi səbəblərdən olmasam. Çox hoşuma ki Minecraft istəyir. Heç nə tapa bilmirəm, bir yer tapa bilmirəm ki mən evimi düzəldim. Nasıl bir yer yoxdur ölçər. Bayaq tapdığım yerdə düzəltsəydim daha yaxşı olardı. Və bəli, odun yığmalı olacam. Mouse'umu deyib yayarda durduq yerə. Birinci ağac, ikinci ağac bu. Ardından baltam qırıldı, bəli. Çox qəşəng. Və buradan bir dənə balta, az qala kazma düzəldirdim. Və bu qədər birdən bəs eləməz, ona görə ehtiyatlı biraz da taxta yığım. İndi isə düz evə doğru. İndi bunları dönüşdürək. Hamısını dönüşdür və çalışma masasını bura qoyaq. Böyle bu crafting table'ın altına falan seçip tak falan koyup yatarım. Böyle buranı bağlayayım, içeri yaratık falan girməsin. Yattım ve gözləyək səhər olsun. Ve səhər oldu. İndi gedəm odun yığım. Odun yığım ve evi tamamlayayım. Bazen tamamlaşamam evde. Biraz oturuyorum. Bu ağacı da görsem bitirir. Çok şükür. Ben 25 tane bəsdir. İndi isə gedək evə. Və bəli, təxmin edeyim ki, bəsdir. Aha, sonunda bir tane de kapı. Crafting table düzəldəcəyim az qalsın. Qapı bitdi və evimiz tamamdır. Bəli dostlar, videomuz bu qədər idi. Sağ olun, görüşənədək. Gələn bölümdə maden falan edəcəm və evimizi daha da böyüdəcəm. Sağ olun, salamat qalın.